Merhaba arkadaşlar, ben Karo Pelin. Arkadaşlar bugün sizinle Dynamite Spider-Man bakacağız. Hani bu Spider-Man filmi için mi değil, hiç ses çıkarmayalım. Rahatça buradaki adamın dediklerine kulak asın. Bu arada like atıp abone olmayı unutmayın. Yorum yaptığınızda aynı kalp bırakacağım. Hadi videomuza geçelim. Bunun arkasına kimi bir dənə dəmirdən onurğa düzəltdirib belinə taxır. Taxan kimi də götündən 4 dənə ayaq çıxır. Və hamınız elə bilirsiniz ki, Spider-Man'in yeni düşmanı Doktor Octavius ər meydanına çıxa gəlib. Xeyr dostlar, Spider-Man'in düşmanı nə Doktor Octavius'dur, nə Goblin'dir, nə Venom'dur, nə də ki qum adamdır. Spider-Man'in əsl düşmanı uğrunda ölə biləcəyi, həyatının tam orta yerinə qoyub eşşəklər kimi sevdiyi sevgilisi Mary Jane Watson'dır. Əsl düşman belə olar. New York şəhərinin palajeniyasına baxan, onu bunu toruna keçirdib, diz çöktürüb, tövbə elətdirən bu gənc baba yiğidimiz özü bir ceylan gözlü qəlbi daş zərnan xeylağının toruna düşür. 3 bölümlük bütün bir seriya boyunca iblisin yavəri olan bu Mary Jane'in bu fağır gözü kölgəli uşağın nətər barmağını pırratmağından söhbət açılır. Bəli dostlar, gönlümün sultanı Spider-Man'in gerçək hekayəsinə xoş gəlmisiniz. Goblin'le keçirdiği bir iki icraatından sonra New York küçələrine nam salan Spider-Man birinci filmin sonunda Goblin'i torpağa tapşırır, şəhərdəki ictimai əsayişi bərqərar edir. Hələ elə birinci filmdən sevdiyi qızı gah onun quzağına, gah bunun quzağına tullanan yerdə görən Spider-Man qardaşımızın qəlb yanğısına layiqincə şahid oluruq. İblisin birinci muavini olan bu qız hələ təkcə ilk seriyada biri Peter'ın dostu olmaqla 2 dənə oğlanı ələyindən keçirdi. Qız birinci sevgilisindən ayrılan günün axşamı təzə tanış olduğu hörümçək adamla marçıldaşır, səhərsi gün isə Peter'ın dostuyla təzə münasibətə başlayır. Ölmə eşşəyim, ölmə handan hana ortalıqda başqa oğlan tapa bilməyib, nəhayət ki sıranı gətirib Peter Parker'ə çatdırır. Və deyir ki, indi də səndən xoşum gəlir. Yazıq Peter da qəlbinə daş basır, Spider-Man'liyin gətirəcəyi təhlükələrə qarşı sevdiyi qızı qorumaq üçün qıza dabro vermir. İlk dəfə atfal yeyən iblis yavəri yazıq uşağın həyatını qaraltmaqdan ötürü ikinci bölümdə də Peter'ın götünə düşməyə başlayır. Vəziyyəti elə düzgoş edir ki, heç bir günahı olmadığı halda Peter daim olarak Mary Jane'lə üzr istəyib özünü bağışlatmağa çalışır. Bu общем manipulyasiya üstadı uşağın başına hərrənə Peter'ın bir burnuna sıçır, bir burnuna eşiyir. İndi deyəcəksiniz ki, ola bəs 4 ayaqlı Doktor Octavius harda qaldı? Allah, Mary Jane'in yanında Doktor Octavius kimdə la? Qız Peter barmağında bax belə pırrıyıb get-gələ salıb moment tapan kimi uşaq elə siksulin vurdu ki, bu siksulindən sonra Peter depressiyaya düşüb Spider-Man'in güclərini itirdi. Sizcə Spider-Man hansısa düşmanı ona bunu eləyə bilərdi? İndi başqa oğlanım var, amma ola bilsin ki ondan alınmadı, sən buralarda gözlə deyə Peter bir də görür ki, Mary Jane başqa oğlandan nişanlanır. Qız Spider-Man'in ürəyinin başını nətər yandırdısa Peter'ın orqanizması zəiflədi, toru-moru qutardı. Selin, istemiyor musun? Bir şans bile vermeyecek misin? Hayır. Bir çay içme Selin. Hayır, asla. Efendim? Hayır, bana verme. İyi misin Erdal? İyi değil. Erdal'la ilgilenir misiniz arkadaşlar? Sercan. Vazgeç gönlüm. Anan ölsün ay Spider-Man. Gələn gedən qapazlayır səni. Təpəsindən vur, çörəyini əlindən al, ağzını açıb bir kəlmə deməz. Evdə Wi-Fi-ın vaxtı qutarıb, qapısı deşikdir, işdən çıxarıblar, kirə pulunu verə bilmir. Xalasıyla kredi götürməyə gedir, kredit də vermirlər. Sonra da Doktor Octavius gəlir banki soymağa, durur orada da Octavius'dan tutaşır. Bax, heç nəyin üstündə. Sən o qədər düşmanla savaş, vuruş, gəlsin bir vəfasız yar sənin bütün hörümçəhliyini iliklərinə qədər sömürsün, aparsın. Gücləri təmiz tükənən bu məzlum qardaşımız Spider-Man'in başını buraxır, hamı kimi işinə gücünə baxır. Bu bir tərəfdən də Mary Jane hələ kimin həyatını qaraldacağına tam qərar verə bilmir. Gah Peter'a quyruq sallayır, gah gedir o biri qədəylə marçıldaşır. Ha ondadır, ha bunda deyərkən Octavius gəlir Peter'ın yanında Mary Jane'i oğruyub gedir. Bu moment hörümçək adamın hörümçək gücləri geri qayıdır. Filmdə ikonik səhnələr çoxdur, amma Spider-Man'in geri dönüşü mötürlü möhtəşəm. Peter paltarını Jonah James'dan oğurlamağı, qəzetdə hizbək yazılmağı, qəzeti cırıb içindən çıxmağı,
hələ də tüklərim biz-biz olur. Ondan sonra şişesi şəhəri xilas eləyir, sonra MJ-yi də xilas eləyir. MJ-yi xilas eləyir eləməklə, amma MJ hələ də Spider-Man-i MJ-inə doluyur. Peter'ın Spider-Man olduğunu öyrənəndən sonra MJ qayıdır, deyir ki, mən həmişə səni sevmişəm Peter. Özün də maşallah simpatişni oğlansan, çox seksualsan, adamı axuyet edirsən prosta. Adam prosta ağlını başından alırsan. Sənin elə bir muskulun nəyə desən dəyər. Bunları deyir, sonra qovuşurlar brat. Yox ala, nə qovuşmaq. Sonra təzədən bu biri qaqaşın yanına qayıdır, oppanır bunun qucağına. Bəs sonra bu biri qaqaşı da böyür üstə qoyur, təzədən qayıdır Peter'ın yanına. Özdə toy günü. Bля, ala sən nətər qadınsan ala. Ala bu yazıq uşağın nə günahı var idi? Bu nə eləmişdi sənə bunu toy günü atıb gedirsən? Yaxşı, sənin işin düzəldi. Bəs bu oğlanı biabır elədin axı cəmaatın içində. Nəysə, axır ki 3-cü filmdə MJ Spider-Man-i toruna keçirir. Keçirməyinə, amma bu qızın yenə canı dincəlmir, yenə problem çıxardır, İndi də Spider-Man-in uğurlarını qısqanır. Başlayır uşağı gözüm çıxdıya salmağa. Yox, niyə cəmaatı xilas edirsən, niyə dəqiqə başı şəhəri qurtarmağın dərdinə düşürsən, biraz da mənlə maraqlan, bir qaşıq suda boğacam. Peter'ın bundan əvvəl başına gəlməyən qalmamışdı. Hər fürsətdə bir udarda sən qoyurdun, səsi çıxmırdı uşağın. İndi səni işdən çıxartdılar, Spider-Man-in şərəfinə konsert verirlər deyə MJ-in ürəyi partlayır və başlayır qarın ağrımağa. Bu qarın ağrısını da Peter'ın dostu Harry-gilin evinin tualetində keçirməyə qərar verir. Tualetdən çıxandan sonra da tutur Harry ilə marsıldaşır. Allah, sən nə ləyaqətsiz, nə mərifətsiz, nə qonacaqsız qadınsan. Amma ki dostlar, bu 3-cü film dünyanın ən bomba kinosudur. Çünki nəhayət ki uzun müddətdən sonra gözlədiyimiz an gəlib çatır. Bu pısırıq Peter'ın göz açılır bu filmdə. Durun hamınız deyir buradan. MJ-in başını buraxır, bütün günü kefində, damağında, orada həyatını yaşamağa başlayır. Maşallah olsun aslanıma. Belə dostluğun, belə sevginin gəlmişini, keçmişini deyir, hamıya necə layiq elə davranır. Bəsdir dala, həqiqətən bəsdir. Nə vaxta qədər aman Ali Rıza bəy tadımız qaçmasın deyib, hamının qabağında boynunu bükməliydi bu uşaq. Bu film kinotənqidçilər tərəfindən bəyənilmədi. Niyə? Çünki Peter ömründə birinci dəfə MJ-yə, dostu Harry-yə boyun əymədi. Hamının ağzının payını verib yerini göstərdi. Çox adam o vaxtı yazdı, pozdu, insanları tırkaladı ki, yox, yaxşı kino deyil bu. Spider-Man sevənlər belə filmdən üz döndərdilər. Məsələ o yerə gəldi, çatdı ki, 4-cü filmi çəkməyə başlamışdılar. Bu söz-söhbətlərə görə 4-cü film yarımçıq qaldı. Hətta kinonun rejissoru Sam Raimi belə çıxıb öz kinosunu pislədi. Yalnız bizim kimi gerçək Spider-Man aşiqləri bilər bu filmin qiymətini. Söhbəti itdən eşidib aslanı çaqqal biliblər. Gül kimi də kinodur. Niyə bəyənməmisiniz ki? Ömür boyu qapazaltı olmalıydı bu uşaq. Niyə əsəbləşirəm? Kino zordur qardaş. Bu adam New Yorkun ən mübarək adamıdır. Filmdə elə ikonik səhnələr var ki, bu dəqiqə heç kim belə bir ciddi kinoya bu cür sekanslar qoymaz. Peter'ın xarakterinin dəyişimi, küçədə bomba yeriyib dükanın qabağında oynamağı başqa bir dad buraxır adamda. Möhtürlü möhtəşəm. MJ geçsin önünə gözündən lazer çıxardan Batman axtarsın. Hər nəysə dostlar, Tobey Maguire'lı Spider-Man mənim ürəyimdir. Və bu filmlərlə bağlı bir çox hekayəm var. Misal birini danışım sizə öz aramızda. Uşaq vaxtı Spider-Man 3 təzə çıxanda kasetlərdə yox təkcə DVD disklərində satılırdı. Və Bakıya da orijinal versiyası çox gec gəldi. Bilənlər bilər, o vaxt arxası göyümtül pirat diskləri var idi və Spider-Man 3 bu diskdə çox keyfiyyətsiz, həm də dəhşətli dərəcədə qaranlıq görsənirdi. Təsəvvür elə indi bu halı ilə sevmişik də biz bu filmi. Hər nəysə bir gün qayıtdım dayım oğluna Spider-Man 3 ilə bağlı götümdən uydurduğum bir məlumat verdim. O da buna inandı. Dilimdən eynən bu kəlmələr töküldü. Spider-Man üçün paltarı qaradı deyə kinonu nə qədər istəyiblər ki, işıqlı çəksinlər, amma heç cür çəkə bilməyiblər. Arkadaşlar, Spider-Man size burada bitiyor. Bundan sonra bir 7'de bir iki videoya çekeceğim. Ama Spider-Man'de olmadan başka bir dizi hakkında var ya. Bunlar kısa malumatlar. Yine diyorum, yorumlara katın, abone olun. Yorum yazın, abone katın. Abone olursunuz, orada bildirimleri asarsanız ben video hakkında annesi haber cezası karar falan video attı. Görüşürüz. Bay bay.